Goranboyda yeniyetməni avtomobil vurub. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 11 yaşlı piyada yolu qarşı tərəfə keçmək istəyərkən qadın sürücünün idarə etdiyi mini avtomobili vurub. Yaralı dərhal Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. 08.06.2025-ci tarixində saat 11:05 radələrində Goranboy rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2014-cü il təvəllüdlü azyaşlı Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona alın və təpə nahiyəsinin hematoması, qarın və diz nahiyəsinin sıyrılmış yaralar diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi xəstəxananın təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır stabil olaraq qiymətləndirilir. Məlumata görə qəzanı törədən qadın Goranboy mərkəzi xəstəxanasında həkim işləyir. Faktla bağlı araşdırma aparılır.